Siz də bilirsiniz ki, 1 kvadrat metri 3550 manata Ağşəhərdə mənzil yoxdur. Amma mən elə bu qiymətə, həm də hündür mərtəbəli binalarda sizlərə mənzil təklif edirəm. Gedib tanış olaq. 157 kvadrat metrlik mənzil 4 otağa çeviriblər. Siz istəsəniz yenidən 3 otağa qaytara bilərsiniz. Və bu mənzil tam təmirsiz deyil. Divarlar ağardılıb, elektrik, santexnik işləri görülüb, hətta kondisioner xətlərinə qədər çəkilib. Bura mənzilin qonaq otağıdır. Qonaq otağı üçün kifayət qədər yer ayrılıb. Və mənzilin mətbəx hissəsi. Mətbəx mebeli və texnikalar üçün də orada yer hamısı ölçüyə uyğundur. İndi isə keçək düzəlmə hissəsinə. Bura mənzilin düzəlmə hissəsidir. 3 yataq otağı var. Bura birinci yataq otağıdır. Bütün yataq otaqlarının da özünün pəncərəsi var. 2 yataq otaqları isə yan-yanadır. Bura birinci yataq otağı, onun yanında isə ikinci əsas yataq otağı. Əsas yataq otağının daxilində də özünə məxsus hamam otağı var. Hamam otağında da istifadə olunan aksesuarlar gördüyünüz kimi Quruq markasından divar içidən istifadə olunub və burada isə ümumi olan hamam otağıdır. Onun yanında çamaşır hissəsi və girişdə sağda dolabda nəzərdə tutulub. Dəyərli dostlar, mənzilin açarı bizdədir. Ağşəhərdə bu qiymətə mənzil yoxdur. Bu fürsətdən yararlanmaq üçün mənimlə elində əlaqə saxlayın.